Bəzi insanlar çox tez-tez özləri üçün aydınlaşdırmağa çalışırlar ki, psixoz nədir, nevroz nədir, norma nədir? Biz bilirik ki, psixiatriyada 3 vəziyyət var. Psixoz, yəni ağır ruhi xəstəliklər, hansında ki, insan ətraf aləmi, reallığı qavramaqdan məhrum olur. Psixoz gedənə qədər, psixoz keçənə qədər. İkinci vəziyyət bir qədər yüngül vəziyyətdir. Yəni ictimai, sosial cəhətdən yüngül vəziyyətdir. Buna nevrozlar deyilir. Və üçüncü vəziyyət yəni psixiatrik cəhətdən praktik sağlam adamların vəziyyətidir. İndi çox tez-tez insanlar özləri üçün belə sual verirlər. Bəzən xəstəyə baxış keçirirsən, xəstənin qohumu soruşur ki, xəstədə nə var? Deyirsən psixoz. Bu bilmir psixoz nədir. Yox da deyirsən nevroz. Bu bilmir nevroz nədir. Demək, mən çox sadə dildə, hətta psixiatriyanın dilində yox, psixiatriyadan çox sadə bir dildə mən bunu 2 kəlmə ilə izah eləməyə çalışacağım. Psixoz elə bir ağır ruhi xəstəlikdir ki, psixoz vəziyyəti, psixozun da növləri var. O haqda mən geniş danışmaq istəmirəm. Psixoz vəziyyətində insan özünü hansısa bir başqa şəxslə və ya başqa obyektlə identifikasiya edir, yəni eyniləşdirir. Məsələn, adi misallar çəkirəm. O misalları siz yəni müəyyən kino filmlərdə də görmüsünüz, psixiatriyaya aid söhbətlərdə də görmüsünüz. Müəyyən bir xəstə deyir ki, mən Napoleonam. Başqa bir xəstə deyir ki, mən Yuli Sezaram. Başqa bir xəstə deyir ki, mən İmadəddin Nəsimiyəm. Başqa bir xəstə deyir ki, mən məşhur Azərbaycan şairi Məhəmməd Füzuliyəm. Başqa bir xəstə deyir ki, mən Mendeleyevəm, məşhur kimyaçı Mendeleyevəm. Yəni, bu vəziyyət psixozdur. İnsan özünü konkret hansısa bir şəxslə və yaxud da predmetlə eyniləşdirir. Keçirik nevroza. Nevroz nədir? Nevrozda insan özünü başqa bir şəxslə eyniləşdirmir və yaxud da predmetlə eyniləşdirmir. Lakin özünü həmin predmetlə və ya şəxslə eyni ola biləcəyini düşünür. Bax, fikir verin. Xəstə nə deyir? Xəstə deyir, mən də deyir, ona oxşayıram. Mən də filan ölkənin rəhbəri kimi, mənim də, nə bilim, sağ əlim belədir, sol əlim belədir, boyum belədir, başım belədir, saçım belədir. Və yaxud da deyir ki, mən filan şair kimi çox yaxşı şeirlər yazıram. Elə mən də onun kimi yazıram. Amma düzdür, o başqa şair olub ədəbiyyat tarixində. Mən də başqa şairəm. Amma mən də ona bənzər, onun şeirlərinə bənzər şeirlər yazıram. Tutaq ki, mən Rəsul Rzanın şeirlərinə bənzər sərbəst vəzində şeirlər yazıram. Və yaxud da müəyyən bir qadın deyir ki, mən Janna Dark kimi çox qorxmaz və qətiyyətli bir qadınam. Məndən hər adam hər şey danışa bilməz, hər sözü mənə demək olmaz. Mən beləyəm, mən güclüyəm. Mən Janna Dark'a bənzəyirəm. Siz bilirsiniz Janna Dark kimdir? Siz elə adamlarla yəqin söhbət eləmişsiniz. Bu qadınlar arasında daha çox olur belə bir söhbət ki, deyir ki, əşi sən bilsən, mənim xasiyyətim çox ağırdır. İnsanlarla söhbət eləyəndə bəzən belə bir sözlər deyən insanlarla biz qarşılaşırıq. Deyirsən, mənlə zarafat eləməyim, mənim xasiyyətim çox ağırdır. Mən ümumiyyətlə söz götürən adam deyiləm. Məsələn, səni biabır eləyərəm, ağzımdan çıxan sözü deyərəm, çıxıb gedərsən işimin dalınca. Mən filankəs kimi tarixi şəxsiyyətlərdən kimdənsə bir misal çəkir. Mən deyir, Qaçaq Nəbinin arvadı Həcər kimi mən çox cəsarətli bir qadınam, mən elə kişi kimi qadınam. Amma heç vaxt bu adamlar demir ki,
mən o adamlarla, o predmetlərlə eyniyəm. Sadəcə deyir ki, mən onlara bənzəyirəm. Bu nevrozdur. Bu nevrozdur. Bir də var, yəni norma biz demirik, psixiatriyada norma məfhumu yoxdur. Bu çox şərti bir məfhumdur. Biz deyirik, praktik cəhətdən psixiatrik sağlam insanlar. Psixiatrik sağlam insanlar. Onlar kimdir? Onlar bilirsiniz nə deyir? O psixiatrik cəhətdən praktik sağlam insanlar. Yəni şərti olaraq normal insanlar desək, onlar deyir, mənəm, mən heç kim deyiləm. Bu doğrudan da normal insanın qənaətidir. Doğrudan da bu adama xəstə deməyə bizim ixtiyarımız yoxdur. Deyir, mənəm. Mənim adım bu, familiyam bu, xasiyyətim bu, dediyim bu, elədiyim bu, xoşunuza gəlir, xoşunuza gəlmir, o mənim günahım deyil. Mən beləyəm. Bax, bu öz şəxsiyyətinə çox düzgün yanaşmadır və bu psixi sağlamlığı göstərən ən mühüm əlamətdir. Ən mühüm əlamətdir. Mən sizə qısaca olaraq psixoz, nevroz və norma arasında, yəni psixiatrik cəhətdən praktik sağlamlıq arasında olan fərqi izah elədim. Diqqətinizə görə çox sağ olun.